Astara Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat, axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövrədən çıxarılıb. Təqribən bu heroinin qara bazarda dəyəri 90 milyon dollardan çox olub. Belə ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına kafel yapışdırıcısı yükü aparan vaqon Astara Dəmir Yolu Gömrük postunda saxlanılıb və yükə rentgen qurğusundan baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yüksək kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlamaları tətbiq edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlamalar zamanı vaqonun içərisində 3250 ədəd kisədən 44-ündə xüsusilə külli miqdarda qablaşdırmaları ilə birlikdə ümumi təqribən çəkisi 456 kiloqram 800 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. Gömrük tərəfindən bildirilir ki, bu narkotik vasitənin qara bazarda ümumi dəyəri 90 milyon dollardan çoxdur.